Salam, hörmətli izləyicilər. Bugün DIM 20 variant sınaq testlərindən demək 9-cu testin 30-cu çalışmasını həll edəcəyik. Demək, məsələnin şərti belədir. Bu say sistemində verilmiş ədədi ikilik say sisteminə çevirən proqramı Python dilində yazın. Demək, açırıq Python proqramı. On altı say sistemində verilmiş ədədi ikilik say sisteminə çevirən proqramı Python dilində daxil edin. Və ilk öncə ədədi daxil edirik sətir formatında. İndi bu ədədin demək sətir formatında olduğu üçün sətrin uzunluğunu tapaq. K bərabərdir len yəni sətrin uzunluğu tapılır. Sonra biz demək 16-lıq ədəd olduğu kimi bilirik ki, demək 9-dan sonraki rəqəmlər A, B, C, D, E, F kimi qeyd olunur. Ona görə bunu da bir sətirdə qeyd edək. Sətiri qeyd edək. S bərabərdir A, B, C, D, E, F. Sonra demək bir boş sətir də yazaq. Biz indi burada demək öncə bu demək 16-lıq ədədi 10-luğa çevirərik. Çünki 10-luq ədədi 2-liyə çevirməyi bilirik. Sonra 10-luqdan demək 2-liyə keçəcəyik. Bunun üçün də bir demək 10-luğu keçmək üçün məsəl üçün D bərabərdir 0 yazıram. Yəni 10-luq ədədləri hesablamaq üçün. 16-lıqdan 10-luğa keçəndə demək cəmləyəcəyik bunu. İndi isə demək for dövründən istifadə edərək bu ədədi demək oxuyuruq. Yəni yazıram for in range for in sətir olduğu üçün birbaşa n yazıram. İndi bu demək sətrin hər bir elementi oxunulacaqdır. İndi əgər i demək burada i dəyişəni 9-dan kiçik və ya bərabər bir 0-dan isə demək böyük bərabər olarsa, yəni i dəyişəni, bunları da dırnaqda yazmalıyıq. Dəyişəni 0-dan böyük, 9-dan kiçik olarsa, o zaman i-yə elə mənimsədirik int i.
Çünki i burada da sətirdir, onun tam qiymətini mənimsədirik i-yə. Əks halda else, yəni i dəyişəni 0,9 aralığındakı qiymət almazsa, məsəl üçün A, B, C, D, Y və s. F alarsa, bunda nə edir? Demək, i dəyişənlə mənimsədilir. S sətrindəki S sətri find S sətrində find S sətrində E. Yəni ki, 0,9 aralığındakı qiymət almazsa, onda S sətrindəki demək, rəqəmlərdən birini alacaq, yəni ABCD və onun tapanda indeksini qaytaracaqdır. S sətrindəki həmin demək, simvolun indeksini qaytaracaq və onun da üzərinə 10 gəlməklə biz onu demək, 16-lıq qiymətini, məsələn, 10-dursa, demək, orada qaytaracaqdır 0, 0 üstə 10, eləyir 10, o da ki, anın, demək, 16 anın 10-luqdakı qiymətidir. Demək, bu qayda ilə A, B, C, D, E, F ədədlə rəqəm, ədədlə demək, əvəz olunacaqdır. Sonra nə edirik? Demək, sonra, demək, biz həmin demək, alınan demək, rəqəmə görə 16-lıq ədədi 10-luğa çeviririk. Yəni, D bərabərdir, D üstə gəl, i vurulsun, 16 üstündə K çıx 1. K çıx 1. Burada K sətrinin uzunluğuydu. Amma bilirik ki, 16-lıq ədədi çevirəndə 10-luğa, nə demək, sağdan, sıfırdan başlayaraq indeksləyəndə saydan bir rəqəm az olur. Ona görə K çıx 1 yazırıq. Demək, D bərabərdir, D üstə gəl, i vur, 16 üstündə, D üstə gəl, D, i vur, 16-nın, belə deyək, qüvvətində K çıx 1. Bu qayda ilə demək, dövr davam edəcəkdir və nəhayət burada demək, D olacaqdır həmin 16-lıq ədədin 10-luğa çevrilməsi. Burada demək, həm də yazmalıyıq, K bərabərdir, K çıx 1. Yəni, K hər dəfə azalır bir vahid. İndi isə demək, biz 16-lıq ədədi 10-luğa çevirdik. İndi isə demək, 10-luq ədədi biz 2-liyə çevirməklə nəticədə 16-lığın 2-liyə çevrilməsini ala bilərik. İndi burada while demək, şərtindən istifadə edərək yaza bilərik. While nə qədər ki, demək, D böyükdür 0, nə qədər ki, D böyükdür 0, Q mənimsədirik, demək, sətr yazırıq, sıtır, demək, D-nin 2-yə bölünməsindəki qalıq, 2-yə bölünməsindəki qalıq, sonra, demək, əvvəlcə də biz L sətri, boş L sətri qeyd eləmişdik, yazırıq, L bərabərdir, elə mənimsədirik, L üstə gəl, doğrusu Q üstə gəl, L. Öncə Q-nü yazmaq lazımdır, çünki qalıqlar axırıncıdan əvvələ doğru yazılmalıdır. L bərabərdir, Q üstə gəl, L. Və demək, D mənimsədirik, D tam hissəni. 2 böləndə qalan tam hissələr. Bu qayda ilə yenə dövr davam edəcəkdir. Dövr davam edəcək və nəhayət demək, bu 10-luq ədəd 2-li ədədə çevrilməlidir. İndi isə bunu icra edək. Yazaq print
Print 3. 3 yok. Print L. Burada demək nəyəsə səhv göstərdi. Hardasa səhvə yol vermişik. Ona baxaq. Demək ədəd daxil edilir. Rəqəmlərin sayı tapılır. Sətir, el, boş sətir, for, n, məmsədlər, int, s, məmsədlər, s nəqrəf, int, müstəqəl 10, d bərabərdir, d müstəqəl, vur 16 müstəqəl. Burada demək, v ilə yazmışıq, v ilə yəni d böyükdür 0. Yenidən icra edək. Ədədi daxil edirik. Tutaq ki, hər hansı bir 16-lıq ədədi daxil edək. Üçün 3A. Gördüyünüz kimi 16-lıq ədəd ikiliyə çevrilir. Və yaxud başqa bir ədəd. A, B, 16-lıq ədəd. Başqa bir, tutaq ki, C, 5, B. Başqa bir, məsəl üçün, axırıncı F-dir da, F yazaq, görək. 4 dənə F olmalıdır, 4 dənə F oldu. Beləliklə, demək, biz 20 variant informatikadan 20 variant testlərdən 9-cu testin 30-cu demək çalışmasını həll etdik. Diqqətinizə görə sağ olun, növbəti dərsə qədər.